Evə gəlib oğlum isti çay olmayıb. Dağıdacam aləmi. Mən gəlin gətirməmişəm ki, məsələn, oğlum gələndə soyuq çay içsin. Sən dədön görür, oğlu elə 20 ildir isti çay verirdin. 50 dəfə olub sən də soyuq çay vermirsən, ərin də ondan bir yerdə. Ya da demirsən ki, özün neynəcinə, özüz dəmlöyün üçün, mənim vaxtım yoxdur. İndi gəlini görübsən, qəhrəman olursan. Bu yandan da bu birisi məsələn. Mənim qızım ora nökər getməyib ki. Laf elə qaynana qaynata kimi danışıram. Mənim qızım ora nökər getməyib ki. Filan bəsbəkən bir də görürsən, o iki dənə barmaq gəlir, girir bir dənə ailənin içərisinə, əslində o nə ata barmağı döyür, nə ana barmağı döyür, nə qaynata barmağı döyür, nə qaynana barmağı döyür. O əsl həqiqətdə şeytan barmağıdır. Allaha and olsun. O şeytan barmağıdır. Əgər iki dənə insan, bu müsəlmançılığı qoyaq qırağa, dini, əqidəni qoyaq qırağa, məzhəbi filanı qoyaq qırağa, iki dənə insan ola, bütpərəst ola, aypərəst ola, ulduzpərəst ola, onlar öz qanununa uyğun ailə quralar və o ailə yaşayan iki dənə əl, iki dənə dil, iki dənə barmaq gələ, o ailənin dağılmağına səbəb ola, qiyamətin günündə Allah o əldən, o dildən keçməyəcək. Mən bütpərəst ailədir, sən nə lazımdır bütpərəstdir? Bütpərəstliyinə görə cəzalandırmalı olsaydı, Allah onun ruzusunu kəsərdi, çörəyin kəsərdi. Bütpərəstdir, sənə bir şey eləmir ki. Allaha ibadət eləmir, Allah özü bilər. Allaha şərik qoşur, Allah özü bilər. Bu ailə idi. Bunlar yaşayacaqdı, bunlar yaşamalıydı. Bəlkə elə gələcəkdi, ikinci nəslindən bir nəfər çıxacaqdı ortalığa, dünyanı nicat verəcəkdi. Ya dünyaya nə boyda xeyr, heç verməyəcəkdi. O birisilər kimi yaşayıb öləcək. Sən nahaqla bunun işinə qarışırsan. Nahaqla bu ailəni dağıdırsan. Ona görə ki, əvəz ki, gələrlər, deyərlər, səsizi kəsin, dinmün, danışmın, belə eləmün, filan eləmün. Görsən ki, dediyim kimi, hər iki tərəf bayraq qaldırır, ondan da sonra ortalıqda nələr qalır? O sabah gedir ərə. Bu birisi gedir, evlənir. Özdə onu da boşananda qoyurlar ortalığa. Deyirlər, görək indi kim tez ərə gedəcək. Bu da deyir, görək kim boşanacaq. Bu da ərə gedir, o da boşanır. Nəticədə 3-4 dənə məzlum uşaq qalır. 3-4 dənə uşaq qalır, məsum uşaq. O uşaq ki,